Dövlət İmtahan Mərkəzinin imtahan qaydalarını kobud şəkildə pozanlara qarşı cəzalarının sərtləşdirilməsinə ehtiyac var. Ötən gün, yəni iyul ayının 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən 5-ci ixtisas qrupu üzrə idman sahəsi istiqamətində təşkil olunan qabiliyyət imtahanı zamanı bir nəfər başqa bir abituriyentin yerinə imtahan verməyə cəhd edib. Həmin şəxs ifşa olunub, aşkarlanıb, ifşa olunub. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə imtahana girməli olan abituriyentin bu ilki imtahan nəticələri ləğv olunacaq. Eyni zamanda da imtahana başqasının yerinə girməyə cəhd edən şəxs barəsində toplanmış materiallar baxılması üçün hüquq mühafizə orqanlarına göndəriləcək. Amma bu kimi halları minimuma endirmək, imtahanın şəffaflığını daha da artırmaq və digər abituriyentlərin hüquqlarına da daha da hörmət mənasında belə qaydaları pozan, kobud şəkildə pozan deməli şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir. Məsələn, Dövlət İmtahan Mərkəzinin sərt qadağasından söhbət burada cinayət əməlinin törədəndən getmir. Cinayət əməli varsa, əməldə cinayət tərkibi varsa, bu öz məsuliyyətini daşıyacaq. Amma burada Dövlət İmtahan Mərkəzinin adətən, yəni dünənki şəxsə, abituriyentə münasibətdə də ki, bu ilki imtahanların nəticələri ləğv olunacaq deyilib. Amma mən hesab edirəm ki, belə şəxslərə münasibətdə imtahana giriş qadağası məhdudiyyəti bir neçə ilə qaldırıla bilər. Və yaxud ümumiyyətlə ömürlük həmin şəxslər imtahandan girişdən məhrum edilə bilər. Düzdür, ömürlük müzakirə mövzusu ola bilər, amma məhdudiyyətin müddətini artırmaq mütləqdir. Dediyim kimi, burada bu kimi halların, qayda pozuntuları hallarının minimuma endirilməsi, şəffaflığın daha da artırılması və s. müsbət tendensiya üçün belə məhdudiyyətin müddətini artırmağa ehtiyac var. İkinci bir tərəfdən, hələ yeniyetmə, gənc, ali məktəblərə bunun gələcək karyera uğrunda mübarizə istiqamətində ilk addımlarını atdığı vaxt cinayət deməli, cinayətə meyillidirsə, cinayət əməli törədirsə, deməli, belə şəxsin bir il imtahana girişinə bir il məhdudiyyət qoymaqla onun islah olunmasını gözləmək məncə sadəlövhlük olardı. Tutaq ki, belə şəxs deyək ki, növbəti illərdə də imtahana daxil oldu, imtahan verdi, ali məktəbə daxil oldu. Belə insanın, cinayətə meyilli insanın cəmiyyət üçün gələcəkdə ali təhsil alandan sonra cəmiyyət üçün də yararlı vətəndaş olacağına mənim şübhəm var. Ona görə də belə şəxslərə qarşı münasibətdə cəzaların sərtləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, hələ də təəssüflə qeyd etmək lazımdır ki, bəzi insanlar sanki orta əsrlər dövründə yaşayırlar. Onlar hələ də anlamırlar və yaxud bilmək istəmirlər ki, bilmirlər ki, dəyişən dünyada, hər gün sürətlə dəyişən dünyada müasir texnologiyalar var. Eyni zamanda da Azərbaycanda bu məktəb imtahanlara giriş zamanı güclü, yəni çox təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət güclüdür. Burada identifikasiya ilə yoxlama, proses ümumiyyətlə çox ciddi nəzarət altındadır. Hələ də belə insanlar, bu orta əsrlər düşüncəli insanlar düşünürlər ki, bunlar kimisə yerinə imtahan verməklə nəsə əldə edəcəklər. Onlar bir daha anlamalıdırlar ki, belə hallar yol verilməzdir və buna yol vermək olmaz. İkinci bir tərəfdən, həmin abituriyentin mən hesab etmirəm ki, valideynlərin məlumatı yoxdur. Görünür, həmin abituriyentin valideynlərinin də məlumatı var bu işdən. Odur ki, Dövlət İmtahan Mərkəzi qaydaları kobud şəkildə pozanlara münasibətdə cəzalarını sərtləşdirməsinə ehtiyac var. Mən hesab edirəm ki, yəqin ki, Dövlət İmtahan Mərkəzi, ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti göz önündədir. Azərbaycanda nümunəvi fəaliyyət göstərən, yəni bunu etiraf eləməli, nümunəvi fəaliyyət göstərən dövlət qurumlarının ən yüksək zirvəsində gedən qurumdur. Şəffaflığı artırmaq, belə kobud qayda pozuntularını minimuma endirmək, digər abituriyentlərin hüquqlarının qorunması istiqamətində addımlar atmaq üçün belə kobud qayda pozuntularına yol verən abituriyentlər barəsində daha ciddi, sərt tədbirlər görülməsinə ehtiyac var. Mən düşünürəm ki, gələcəkdə yəqin ki, bu məsələdə müzakirə mövzusu ola bilər.